Allah bizi ağrı ilə və krizis ilə oyadır. Əslində bu doğru bir sözdür. Demək ki, sən qapalısan, yatmısan, avtopilotda yaşayırsan. Sən egoistsən, kar və kör olmusan. Həmin anda Allah səninlə əlaqəyə çıxır. Ağrı ilə, krizis ilə. Hər bir ağrı sənin müəllimindir. Bunu anlamalıyıq. Hər bir ağrının, hər bir krizisin arxasında bir xeyir var. Əsas odur ki, sən bunu başa düşəsən. Əsas odur ki, oyanasan. Və biraz da olsa şuurlu şəkildə bunu qəbul eləyəsən. Niyə mən bunu yaşayıram? Nəyə görə mən hazırda kiməsə paxıllıq eləyirəm? Nəyə görə mənim kiməsə qarşı kin, nifrətim var? Mən bunu niyə yaşayıram? Nəyə görə kiməsə qarşı mən onu mühakimə eləyə bilirəm? Bu haqqı özümdə tapıram. Hamını müzakirə eləyirəm, hamının dalınca danışıram. Bəlkə də qeybət eləyirəm. Nəyə görə? Nəyə görə mən negativ içindəyəm? Nəyə görə hər yerdə negativ görürəm? Bunu anlamaq lazımdır. Bu sualların cavabını tapmaq lazımdır. Siz sadəcə bu sualları özünə versən, inanın ki, 2-3 gün ərzində onun cavabı sənə gələcək. Çünki sən niyə əziyyət çəkdiyini başa düşə bilmirsən. Sən özün də əzabların içindəsən, amma niyə əzab içində olduğunu fərqində deyilsən. Bu anda sənə ən ağır krizislər, ən ağır sıxıntılar gəlir. Deməli, sən buradan nəticə çıxardıb və həyatını daha möhtəşəm bir səviyyəyə qaldıra bilərsən. Bu sənin əlindədir.